Kişi hər gün gəlir, həyat yoldaşını döyür, söyür, təhqir eləyir, vurur. Bir gün, 2 gün, 3 gün, 5 gün, 5 ay. Bu dözülməz həddir. Burada artıq o xəstəlik məsələsidir. Xanım tərəfdən də həmçinin saymır həyat yoldaşını və s. belə axır. Dərinliyinə getmirəm. İdeal heç kim axtarmasın. Bu ideal axtarışı harda yaranır kişilərdə və xanımlarda? Seriallarda, filmlərdə bəzənmiş, cilalanmış bir xanım göstərilir, obraz göstərilir. Həm kişidə yaraşıqlı bir oğlan, çox imkanlıdır, böyük bir biznesə sahibdir. Xanımlar o oğlan axtarışındadır, kişilər də o cür xanım axtarışındadır. Təbii ki, o obrazlarda olan ailə modeli çox az yerdə var. Cəmiyyətin bütün hamısı, lap inkişaf eləmiş ölkələrdə belə, ən varlı ölkələrdə belə insanların hamısı böyük imkana sahib deyil ki, böyük var dövlətə sahib deyil ki, yaraşıqlı deyirlər ki.